Nənəmə hədiyyə. Nənəmin ad gününə bir həftə qalmışdı. Hə, nə az, nə çox, düz 7 gün. Mən onun ad gününə nəsə hədiyyə almaq istəyirdim. Amma nə alacağımı bilmirdim. Sizdən nə gizlədim, heç almağa pulum da yox idi. Var amma o qədər çox deyil. Həm də mənim 9 yaşım var. Hədiyyə almağa məndə pul hardandı. Amma nəsə almaq istəyirdim. Çünki nənəm məni o qədər çox istəyir ki, hər gün mənim dərslərimlə maraqlanır. Mənə maraqlı kitablar alır. Bilir ki, mən kitab oxumağı xoşlayıram. Ona görə hər dəfə təqaüd alanda mənə çoxlu uşaq kitabları alır. Mən də onların hamısını oxuyuram. Bu dəfə istəyirəm ki, mən də onun ad gününə hədiyyə alım. Əvvəllər nənəmin ad gününə bir həftə, 10 gün qalmış atam hazırlıq görərdi. Anamla hədiyyə seçərdilər. Nənəm nə qədər desə ki, ay oğul, əziyyət çəkməyin, lazım deyil. Atam yenə də hədiyyəsini verib nənəmin üzündən öpərdi. Həmişə də nənəmin gözləri dolardı. Artıq neçə ildir ki, nənəmə atam hədiyyə almır. Anam bir dəfə hədiyyə almaq istəyirdi, onda da nənəm anama qəti şəkildə dedi ki, mənə heç kim ad günümdə hədiyyə almasın. Mən bundan sonra ad günü qeyd eləmirəm. Hə, atam şəhid olandan sonra nənəm bir də özünə ad günü eləmədi. Amma mən bilirdim ki, atam yaşasaydı, mütləq nənəmə hədiyyələr alardı. Çünki atam nənəmi dünyalar qədər istəyirdi. Elə nənəm də atamı. Atamın şəhid olduğu günü xatırlayıram. Hamı ağlayırdı. Anam, əmim, bibilərim, babam, bircə nənəmdən başqa. Nənəm xəbəri eşidəndə qəhvəyi gözləri doldu. Amma bir damla da olsun yaş axmadı kədərli gözlərindən. Elə məğrur, elə güclü görünürdü ki, həmin an nənəm həyətimizdəki çinar ağacına oxşuyurdu. Mən onun qədər güclü deyildim, mən ağlayırdım. O məni qucağına götürüb bağrına sıxdı. Mənsə nənəmin çinar budaqlarına bənzəyən qolları arasında yenə ağlamağa davam elədim. Aradan bir neçə il keçdi. Mən məktəbə getdim, yazmağı, oxumağı öyrəndim. Nənəmin atam haqqında danışdığı xatirələri dinlədim. Nənəmin aldığı kitabları oxudum. Nənəmlə birlikdə eyvandakı dibçəkləri suladım. Hiss eləyirdim ki, nənəmi 2 şey sakitləşdirir. Biri eyvanımızdakı dibçəkləri sulamaq, digəri atamın paltarlarını tez-tez ütülüyüb səliqəyə salmaq. Bu 2 məşğuliyyət onun narahat qəlbinə aramlıq, sakitlik gətirirdi. Nənəmin ad gününə bir həftə qalmış, mətbəxdə yemək bişirən anama yaxınlaşdım. Ana, nənəmin ad gününə hədiyyə almaq istəyirəm. Axı sən... Bilirəm ki, o ad günü keçirmir, hədiyyə götürmür. Amma mən istəyirəm. Amma nə alacağımı bilmirəm. Anam kartof soyduğu bıçağı saxladı. Bir qədər düşündü. Ağlıma heç nə gəlmir. Fikirləşmək lazımdır. Həmin gün anamla çox fikirləşsək də ağlımıza heç nə gəlmədi. Çünki bu elə bir hədiyyə olmalı idi ki, nənəm onu qaytarmasın, bizdən qəbul eləsin. Bu isə asan məsələ deyildi. Bir neçə gündə keçdi. Nənəmin ad gününə 3 gün qalmışdı. Mən ona nə hədiyyə eləyəcəyimi heç cür tapa bilmirdim. Bir axşam hədiyyəni fikirləşə-fikirləşə gözlərim atamın şəklinə sataşdı. O hərbi geyimdə, üzündə təbəssüm şəkildən elə bil mənə baxırdı. Onun fotosuna yaxınlaşdım. Təbəssüm dolu üzünə baxaraq pıçıldadım. Kaş ki yanımda olaydın. Kaş mənə hədiyyə seçməkdə kömək eləyəydin, ata. Bunu deyən kimi özümdən asılı olmadan gözlərim doldu. 2 damla yaş yanağım boyunca süzüldü. Heç kim görməsin deyə tez göz yaşlarımı sildim. Gecə də hədiyyəni fikirləşə-fikirləşə yatdım. Elə bir yuxu gördüm ki, o yuxunu heç vaxt unutmaram. Yuxuda atam gülümsəyə-gülümsəyə mənə yaxınlaşdı və başıma sığal çəkib dedi. Nə olub mənim gözəlimə? Niyə belə fikirlisən? Ata, mən nənənin ad gününə hədiyyə almaq istəyirəm. Amma nə alım bilmirəm. Elə bir şey olmalıdır ki, o etiraz eləməsin. Atam həmişə fikrə gedəndə elədiyi kimi qaşlarını çatdı. Biraz düşünüb, əyilib qulağıma nə hədiyyə eləməli olduğumu pıçıldadı. Onun dediyini eşidən kimi gözlərimdə işıq parıldadı. Hə, atam düz deyir. Hə, atam həmişəki kimi haqlıdır. Nənəmə bundan gözəl hədiyyə ola bilməz. Atamı qucaqladım. Çox sağ ol ata, çox sağ ol. Yaxşı ki varsan. Dayandım. Yəni atam var idi. Axı o şəhid idi.
Amma nənəm deyirdi ki, şəhidlər heç vaxt ölmür. Şəhidlər ölməzdilər. Atam da bunu təsdiqlədi. Mən həmişə sənin yanındayam, gözəlim. Bəzən sən bunu görməyə bilərsən, amma mən həmişə səni görürəm. Atam bunu deyib alnımdan öpdü. Sonra aram addımlarla uzaqlaşdı. Mən sevgi dolu baxışlarla onun ardınca baxdım. Səhər yuxudan oyanan kimi atamın qulağıma pıçıldadığı hədiyyəni hazırlamağa başladım. Bunu elə eləməliydim ki, heç kim bilməsin. Yoxsa hədiyyənin sehri pozulardı. Düz 3 gün atamın dediyi hədiyyə üzərində yorulmadan işlədim. Nəhayət, nənəmin ad günündə hədiyyəm hazır idi. Axşam hamı evdə olanda əlimdəki yekə qutunu nənəmin yanına gətirdim. Üzündən öpdüm. Nənə, ad günün mübarək. Nənəm təəccüblə mənə və əlimdəki qutuya baxdı. Çox sağ ol, amma bilirsən ki, mən ad günü qeyd eləmirəm. Cavabımı çoxdan hazırlamışdım. Nənə, əminəm ki, bu hədiyyəni bəyənəcəksən. Biraz sustum. Bilirdim ki, deyəcəyim sözdən nənəm kövrələcəkdi. Bunu düşünən kimi mən də təsirləndim. Özümü ələ alıb dedim. Mən çox fikirləşdim ki, sənə nə hədiyyə eləyim ki, qəbul eləyəsən. Nəhayət tapdım. Daha doğrusu atam kömək elədi. Hamı tutuldu. Nənəmin dodaqları səyridi. Mən davam elədim. Nənə, yuxuda atamdan soruşdum. O da mənə dedi ki, nənənə bu hədiyyəni hazırla. Xoşu gələcək. Hamının diqqəti qutudaydı. Nənəmin necə həyəcanlandığını görürdüm. Qutunu açdım. İçindən 2 ədəd dibçək çıxardım. Nənəm bunu görən kimi əlləri əsdi. Gözlərindən axan damlalar dibçəyin torpağına düşdü. Bu 2 dibçəyin başqa dibçəklərdən çox böyük bir fərqi var idi. Mən o dibçəkləri atamın zabit çəkməsindən hazırlamışdım. Atamın qulağıma pıçıldadığı kimi eləmişdim. Nənəmin tez-tez silib təmizlədiyi, daha doğrusu əzizlədiyi çəkmələrini götürüb içinə torpaq doldurub gül əkmişdim. Elə gözəl görünürdü ki, nənəm hər 2 çəkmə dibçəyi qucaqlayıb ağladı. Daha sonra məni də bağrına bastı. Dodaqlarından bu kəlmələr töküldü. Həyatımda bundan gözəl hədiyyə almamışam. Anam, bibilərim, əmim, hamı mənə fəxrlə baxırdı. Mənə elə gəlirdi ki, atam da onların yanındadır. O da mənə üzündəki həmin o təbəssümlə baxırdı. Nənəm həmin dibçəyə çevrilmiş çəkmələri eyvanda ən hündür yerə qoydu. Hər gün onları suluyur. Həm nəvəsindən, həm də oğlundan gələn bu hədiyyəni göz bəbəyi kimi qoruyur. Mən isə buna görə həmişə mənim yanımda olan atama minnətdar idim. Hekayənin sonu. Hekayənin müəllifi Pərviz Seyidli. Hekayəni oxudular Kamal Yaşar, Təranə Ocaqverdiyeva.